Salamlar. Deməli, bir müddət bundan öncə, təxmini il yarım bundan öncə mən damarıma belə şlanq taxırdım və oradan vitaminləri süzürdüm damarıma. Əli əsəbləşirdi. Deyirdi ki, o nə deyirsən? Elmə əsası yoxdur. İndi niyə deyirsən? Əlinin xoşladığı bir şey var. Əllə toxunmaq məsələsi. Doktor, xoş gəlmisiniz. Xoş gəlmisiniz. İlqar bəy sağlam ailədən bizə təşrif buyurub. Endokrinoloq, həm də IV terapiya tətbiq etməsi ilə bağlı bizə məlumat verəcək. Elə ilk olaraq bundan başlasaq daha yaxşı olar. Mən qəbul eləmişəm bir müddət IV terapiya, təxmini 1 aylıq yoxsa 2 aylıq belə bir kursum olub. Onu elə bir şeydir ki, onu sən dərhal bədənində hiss eləmirsən də və yəni həyat keyfiyyətində o qədər də hiss eləmirsən. Normal həyatı yaşayırsan. Nə zaman hiss eləyirsən? Yəni IV terapiya nədir və sən onu nə zaman hiss eləyirsən ki, hə, bu mənə xeyri dəydi? Məsələn, mən qrip olmamağımdanmı ya nədənmi? IV terapiya belə bir üsuldur, hansı ki bizə imkan verir damar daxili yolu ilə müəyyən belə deyək də həyat tərzini yaxşılaşdırmaq üçün və s. müəyyən xəstəliklərin müalicəni imkan yaradır ki, müalicəni biz daha effektiv edək. Bəli. Və IV terapiya son vaxtlar çox məşhurdur. Nədən? Çünki insanlar daha çox stres yaşayır. Sonuçta bizim çoxumuz megapolisdə yaşayırıq. İş həyatı, probkalar, bu hər yerdə gecikmələr olur. İşdəki naqruzkalar, ümumiyyətlə ailədəki naqruzkalar son vaxtlar çoxalıb. Ona görə IV terapiya hal-hazırda çox istifadə olunur insanlardan. Azərbaycanda da ola bilsin ki, bəzi insanlara yeni eşidir bu termin IV terapiya. Amma IV terapiyanı biz artıq klinikamızda 3 ildən çox istifadə edirik. Demək olar ki, ilk başlayanlar Azərbaycanda bizik. Və ona görə ki, biz buna başladıq. Nədən bu ümumiyyətlə qaynaqlandı bunun başlaması? Biz Covid dönümdə çox gördük ki, insanlar belə deyək də tabletkalarla, həblərlə əksər xəstəlikləri düzəldə bilmirdi və məcbur idi damar daxili terapiyalardan istifadə eləsin. Şvabralardan asılan sistem. Bəli. Hamının evində bir dənə şvabra vardı və sistem asıldı. Şvabradan, verşılkadan krıçaklar bağlayırdı. Şvabra ama idealdır da, onun axması üçün. Evdə nə qoymur başqa? Bəli. Ona görə o vaxtı biz gördük ki, insanlar bu üsuldan istifadə edir, amma qeyri-professional yanaşırlar. Sözsüz ki, fəsadlar yaranırdı, çünki ev şəraitində olurdu. Çöldən bir tibb bacısı çağırırdılar, hansı ki deyirdi ki, bax, mənim qonşuma bu reseptlə IV terapiyanı eləyiblər, çox kömək olub, sən də mənə bundan elə. Amma bilmirdi ki, misal üçün, allergik reaksiyalar ola bilər, bu müəyyən fəsadlar yarada bilər. Dərmanlar düzgün seçilmirdi və s. Bax, bunun biz uşaq vaxtı olanda vitamini həbb kimi götürürdük. Multivitaminlər var idi, tək-tək vitaminlər var idi. Damar yolunun tam olaraq fərqi nədir? Yəni, bu niyə gedir daha faydalı deyirik biz buna? Niyə gedir? Çünki mədə-bağırsaqla dərmanları qəbul eləndə, mədə-bağırsaq yolundan keçəndə dərmanlar, onun soğurulması çox zəif olur. Bəzi insanlarda mədə-bağırsaq problemləri olur, xroniki xəstəliklər olur. Ona görə bu soğurma zəifləyir. Və tam 100% mənimsəmə olsun deyə hüceyrələrlə, damar daxili, damar yolu ilə bu dərmanları keçirtmək daha faydalı olur insanlara. Mən Turalın, sizinlə bu dediniz, 3 ildir biz başlamışıq. Turalın o dövrdəki IV terapiyası ilə bağlı o terapiyanı qəbul ediş forması, yəni onu ona yazan adam ya da yazan əl tibb təhsilli deyildi. Biraz ona görə tənqid edirdim səni. Mənim yoldaşımla birlikdə xarici münasibətlər bitirmiş bir adam gəlir. İndi axı bu wellness mədəniyyəti
çox yayılıb. Biz wellness, uzun ömürlülük, longevity və sair danışırıq və bu longevity biraz gəlir bu nutrisiolog style bir şey olur. Tibbi təhsilləri yoxdur. Açırlar Zoom-u, Türkiyədən ya da nə bilim ruslardan bir təhsil alırlar Zoom üzərindən və həkim kimi fəaliyyət göstərirlər. Biz bu formatlı terapiyalar seçəndə nəyə fikir verməliyik? Bu adamı necə tapmalıyıq ki, bu adam məni dediniz misal üçün allergik reaksiya ola bilər. Türkiyədə keçən il bu məsələlərdə serum məsələsi də olar. Narıncı sistem deyirlər buna. Sistemdən ardıcıl olaraq bir neçə adam öldü deyə onlar burada sərtləşdirdilər ki, bunu xəstəxana lisenziyası olanlar ya da həkimlik sertifikatı olanlar versin. Biz nələrə diqqət etməliyik bu müalicəni alan? Bu arada bir əlavəni eləyim ki, mən bu şeyə başlamışam qabaq, qan analizləri vermişəm. O analizlərin məndə şeyi var, datası var. Mənə təyin olunan bir şey qan analizlərimin misalında olan bir şeydir ki, məsələn, tutaq ki, məndə bir tiroid var, tiroid həssaslığım var da, artıb azala bilər. Hashimoto'nun qapısından geri qayıdan adamlardan biri olduğuma görə onu, yəni bütün bu şeylər nəzərə alınıb. Yəni hətta badlar belə qeyd içəndə buna uyğun ola bilər ki, nəsə tətikləyə bilər, nəsə tətikləyəməz. Ona görə bu əlavəni etməyə məcbur. Yəni sadəcə getib, də mənə buradan bir şey yarım litr ver olmayıb da. Suala necə cavab verə bilərəm? Burada əlbəttə ki, birinci öncədən çox önəmlidir ki, həkim ixtisaslı bir şəxs onu, mütəxəssis onu təyin eləsin. Bizdə indi çox dəbdədir ki, çox adam nutrisiolog gedir, kursu bitirir və nutrisiolog olur və deyir ki, yəni sənə bu lazımdır, bu lazımdır. Hətta qan analizi təyin edir və qan analizinin interpretasiyasına məşğul olur. Amma sonuçda bu terapiya nəyə görə adlanır? Yəni müalicə. Azərbaycan dilində bu müalicədir. Və müalicəni əlbəttə ki, mütləq həkim mütəxəssis təyin eləməlidir. Müxtəlif sahələrdə həkimlər məşğuldur. Məsəl üçün mən endokrinoloqam, hematoloqlar bununla məşğuldur, hətta reanimatoloqlar məşğuldur. Amma biz artıq belə deyək də dar ixtisasdan daha da darlaşıb ixtisasımız IV terapiya üzərindən də keçirik. O da müəyyən bir vaxt tələb eləyir. Onu da öyrənmək üçün biz yenidən tədqiqatları oxuyuruq və s. hansı dərmanları necə qarışdırmaq olar. Yəni bu belə deyil ki, yəni mən oxudum ki, mənə B vitamin çatışmamazlığı var. Tutaq ki, analizin nəticəsində və yaxud da sink çatışmamazlığı var və yaxud da glutation çatışmamazlığı var deyə mən bunları qarışdırım, bir dənə vena daxili kokteyl eləyim. Yox, müəyyən dərmanları qarışdırmaq qadağandır. Müəyyən dərmanları eyni vaxtda vena daxili keçirtmək qadağandır. Çünki orada çöküntü yarada bilər sistemin içərisində, o konfliktə keçə bilər, yəqin keçdiyimiz müəyyən vitaminlər hətta bir-biri ilə qarışdırmaq düzgünü, biri o birisini belə də öldürür və yaxud da əksinə reaksiya verə bilər ki, çoxalda bilər reaksiyanı. Və onun üçün bunu bilmək üçün şərtdir ki, mütləq həkim olsun. Yəni ixtisaslaşmış həkim, bizim ölkədə də bunun əlbəttə ki, həkimlər özünü təsdiqləmək üçün 5 ildən bir sertifikasiyadan keçirlər. Onlar hamısı elə belə qurulmayıb da. Yəni mütləq bu bir dənə kursdan keçim və IV terapiya ilə məşğul olum düzgün deyil. Və onu da vurğulamaq istəyirəm ki, bəzən olur ki, mərkəzlər ümumi tutaq ki, müalicə ilə məşğul olmurlar, amma əlavə olaraq tərkibində nədənsə IV terapiya da var. Halbuki o insanlar heç vaxt müalicə eləmir pasiyentləri. Bizim yanaşma fərqlidir. Biz öncədən mütləq pasiyenti yoxlayırıq. Baxırıq ki, burada hansı xroniki xəstəliklər var. Dediyiniz kimi, məsəl üçün, autoimmun tiroidita meyillilik var və yaxud da autoimmun tiroidit xəstəliyi. Ümumiyyətlə, başqa autoimmun xəstəlikləri, tək qalxanvari vəzlə yanaşı olan yox. Onları biz nəzərə alırıq. Yəni onu nəzərə almaq üçün sən mütləq bütün patogenezi bilməlisən ki, burada bunu versəm necə reaksiya verə bilər, nəyi oyada bilər. Və mütləq biz bunu dəyərləndirəndən sonra bu
IV terapiyanı təyin eləyirik və növünü seçirik. Bəzi bəli olur ki, hətta Amerikada çox məşhurdur, drip spa adlanır. Yəni bu spa komplekslər damcı ilə, hansı ki damcı yolu ilə keçirilir. Orada gedir, məsəl üçün insan birbaşa gəlir və özünə bir kokteyl seçir. Menyu kimi açılır, immunitet, enerji üçün, yorğunluq üçün və s. Və bəzi müalicəvi belə deyək də qatqılar da olurdu. Hansı ki son illər başladı reaksiya verməyə insanlarda. Çünki dəbə düşdü Amerikanın özündə və başladı reaksiya verməyə. İnsan yoxlamadan belə gəlirdi, otururdu, yanına qoşurdular. Hətta bəzi yerlərdə heç həkim mütəxəssis olmurdu. Tibb bacıları sadəcə idarə eləyir. Hə, yaxşısan, təzyiqin yaxşıdır, gəl sənə bu kokteyldən, menyudan seçir məndən bundan birini. Yəni deyirlər ki, məsələn 5 gün gələcəksən. Və insan otururdu, bir müddətdən sonra reaksiya verdi. O reaksiyanı əlbəttə ki, tək tibb bacısı qarşılaya bilməzdi. Anafilaktik şok tutaq ki, olurdu insanda. Ona görə bunları artıq məhdudlaşdırdılar. Bəzi ştatlarda da ümumiyyətlə ləğv elədilər. Ancaq xəstəxanada, yəni klinikada olmalıdır. Yəni spada IV terapiyanı keçirdə bilmərsən. Və belə bilmək çox şeydir. Bir də hekayə danışım, sən sual ver. Bizim bu Mərdəkandakı belə yan-yana evlər idi. Bir dənə xala var, məsələn. Hər 6-cı gün səhər, hamı ki paxmeldir, o gəlir və sistem qoyur. Gecə dəfə deyir ki, hər səhər artıq vaxtım var. Məsələn, 8-də o qonşudayam, 8:30-da bu qonşudayam. Deyir, arada görəm aptekdə məsəl üçün C vitamini gözümə də, C vitaminini də alıram, qatıram hamınıza, deyir, xəbəriniz olmur. Ayılda gəlir hamınız səhər. Buna bir əlavə deyə bilərəm ki, bəzi belə deyək də, orta ixtisaslı mütəxəssislər, tibb bacıları misal üçün, hətta tibb qardaşları da bununla məşğuldur. Son vaxtlar çox görürük. Reaksiya olmasın deyə özünü qorumaq üçün. Yəni hansısa glukokortikosteroiddən istifadə eləyir. Misal üçün deksametazon məşhur bir dərmanda eşitmisiniz. Yəni onu öncədən vurur ki, heç bir reaksiya olmasın da özünü qorumaq üçün. Amma təsəvvür eləmir ki, bu deksametazon nələr əks təsirləri olur, yanaşı təsirləri necə ola bilər. Hər dəfə də ondan istifadə eləməyə, yəni sonuçda bəzi xəstələr şəkərli diabet ola bilər, başqa autoimmun xəstəliklər də ola bilər. Hansı ki, bu xəstəliyi əksinə pis vəziyyətə salır. Məsələn, deksametazon vuran insanda tutaq ki, şəkərli diabet varsa və yaxud da meyilli varsa şəkərli diabet yarada bilər bir müddətdən sonra və şəkərli diabet ümumiyyətlə varsa kompensator vəziyyəti dekompensasiya edə bilər. Yəni şəkəri kəllə çarxaya qaldıra bilər. Ona görə amma tibb bacısı onu nəzərə əlbəttə ki, ala bilməz. Yəni çünki ixtisası o dərəcədə deyil və deyir ki, hər ehtimala bunu da qoşum. Pasient də özünü yaxşı hiss eləyir. Əvvəldə effekti müsbət görür ki, gümrahlıq oldu və s. amma sonraki dəyişiklikləri o tibb bacısı ona cavabdeh deyil və sonradan soruşa bilməzsən sən ki, bəs mən yadındadır 1-2 ay bundan öncə bunu istifadə elədim, mən indi bu hala düşdüm. Artıq gəlir həkimin yanına, həkim araşdırandan sonra görür vəziyyəti. Amma elə hallar olur ki, geri dönüş yoxdur. Misal üçün şəkərli diabet yaranırsa insanda. Təəssüf ki, bu xronik. Bir dənə sual yaranır. Mənim elə birinci sualıma qayıdırıq da. IV terapiya qısa müddətdə nəticə görmək üçündür, yoxsa uzun müddətdə? Yəni bunu terapiyanın qəbul etmə müddəti hansı müddətdir ki, biz onu həyatımızda hiss edirik? Misal üçün, bu uzun dönəmdədirsə, mən qəbul eləmişəmsə 2023, daha sonra 2025-in də birinci yarısında. Bu özünü məndə nə zaman göstərir? 2025-in sonunda mı, 2026-nın əvvəlində mi? Və bunu tamamlayan başqa bir şeylər də var da. Misal üçün, mən IV terapiya qəbul elədim, amma həyatım yenə də LP idisə, bunun heç bir təsiri olmur da. Bunun yanında mənim özümdən, misal, məndə soyuq duş var, məşqlər var, qidalanma var, yuxu var və s. ki, bu effektiv olsun. Biraz bu haqda daha geniş danışsanız, bizcə izləyiciləri daha maraqlı. O zaman mən sual vermək istəyirəm. Siz necə onu hiss elədiniz? IV terapiyanı istifadə eləyəndə təsir elədimi sizə? Mən sizə bir şey deyim də, 2025-in yanvar, fevralı, martı qrip olmamışam.
Yəni çox nadir hallarda xəstələnən insanam. Bu yalnız burun tutulmaqla məndə keçə bilər. 2025-in noyabrından bu yana oktyabrdan bu yana hansı ki sərt iqlimi olan Astanada oldum. Orada da soyuq duş qəbul edirdim. Bu günə qədər qrip olmamışam, heç burnumda tutulmayıb. Bu his buna bağlayıram. Bəlkə də səhv edirəm, bəlkə də düzələm, bilmirəm, amma burada mənim həyat tərzimdə bəlkə də rol oynayır da. Ona görə deyirəm ki, bu qısa müddətdə təsirdirmi IV terapiya, yoxsa biz uzun müddətdə? Nə üçündür bu? Baxın, IV terapiyaların buna cavab vermək üçün öncədən deyim ki, IV terapiyaların fərqli növləri var. Baxır insanın məqsədi nədir? Öncədən ki, nəyə görə gəlir IV terapiyadan istifadə eləməyə? Nə zaman gəlməlidir yaxşı? Nə zaman gəlməlidir? Yəni nə zaman gəlir, hansında ki, artıq bu bədənlə hiss eləyir ki, bunda nəsə problem var, yorğunluq, halsızlıq, bu tez yorulma halları olur, baş ağrılar, baş gicəlləmələr, saç tökülür, dəridə quruluq. Artıq insan gəlir ki, mən özümü yaxşı hiss eləmirəm. Bütün bədənlə bunu hiss eləyirəm ki, nəsə problem var. Buna bir çarə tapaq. Dediyim kimi, biz o hansı dəstəyi onun üçün seçək? Birinci, baxırıq ki, qısa bir check-up eləyirik. Baxırıq ki, bunun nə problemi ola bilər? Şikayətlərə əsasən əlbəttə ki. Və ondan sonra biz IV terapiyanı seçirik. Məsəl üçün, bu yorğunluq var burada. Burada müəyyən qatqılar istifadə eləmək olar ki, bu vəziyyəti düzəldək. Suala cavab ki, müvəqqətidir bu, daimidirmi? Misal üçün, xanımlarda biz tez-tez rastlaşırıq ki, dəmir çatışmamazlığı var. Dəmiri yoxlayırlar, feritini yoxlayırlar, görürük ki, deposunda heç bir, belə deyək də, güc yoxdur, feritin çox aşağıdır və ondan sonra biz dəmir preparat təyin edirik. Bu insanlarda, əsasda xanımlarda mədə-bağırsaq problemi varsa, soğurulma problemi varsa, mütəmadi olaraq bu sistemlərdən yararlanacaq. Yəni necə? Vəziyyəti düzəltmək üçün simptomatik olaraq biz o sistemlərdən istifadə edirik. Bu müalicəvi bir üsul deyil. Sadəcə belə deyək də, xroniki bir vəziyyəti varsa, onu xroniki o deməkdir ki, düzəlməyən bir haldasa, onun üçün biz mütəmadi olaraq dəmir preparatları istifadə edirik. Dəmir preparatları təzədən dəmirin deposunu doldurur və insan gümrah olur, dərisi düzəlir, saçı artıq tökülmür, işdə enerji yaranır və amma bir müddətdən sonra, adətən 5-6 aydan sonra təkrar gəlir, o sistem eləyir insan. Nəyə görə? Çünki mədə-bağırsaq problemi düzəlmir. Biz yanaşı olaraq tövsiyəmiz göstəririk ki, gedin gastroenteroloq da baxsın sizə, o müəyyən müayinələri eləsin. Amma bəzən olur ki, artıq vəziyyət xroniki hala çevrilir deyə bu düzəlməyən bir haldır. Və dediyim kimi, misal üçün, şəkərli diabetdə insan daimi müalicə almalıdır. Hipotireozda, bu qalxanvari vəzdə xəstəlikdə daimi müalicə almalıdır. Bu üsullarda mütəmadi olaraq insan istifadə eləməlidir ki, bu vəziyyət düzəlsin. Bir dənə sual, deyirsə, məqsəddən nə zaman gəlməlidir? Əlinin sualı var ki, məqsədlərdən asılıdır da. Məsələn, indi IV terapiya eləyənlərin əsas belə sloqanları olmasa, gəncləşmək kokteyli, yəni gəncləşmək istəyirsənsə bu kokteyli. Anti-aging. Hə, anti-aging, yəni gəncləşmə kokteyli və ya nə bilim immunitet kokteyli özünüz dediyiniz kimi. Məsələn, gəncləşmə kokteylinin içərisində nə olur? Gəncləşmə kokteyli. Belə bir şey. Biraz viski. Tonik. Niyə yəni? Heç görünücü gəncləşir. Məncə o əksinə siz dediyiniz kokteyl insanı biraz qocaldır. Tez qocaldır. Nəinki gəncləşdi. Gəncləşmə kokteyli biz misal üçün bu halda istifadə edirik daha çox nikotinamid dinukleotid, NAD+ adlandıran. O daxildə hüceyrədə mitoxondriyalar var. Mitoxondriya nə deməkdir? Sanki enerji podstansiyası. O enerji stansiyası müəyyən yaşdan sonra zəifləyir, fəaliyyəti zəifləyir. Neçə yaşdan sonra? Adətən 40 yaşdan sonra. Deməli düz qəbul edirəm. 40 yaşdan sonra biz NAD istifadə edirik ki, o enerji stansiyasına bir
belə deyək də podдержка verək, bir Dəstək verək. dəstək olsun ki, on daha yaxşı fəaliyyət göstərsin və hüceyrənin belə deyək də bərpası tez olunsun, hüceyrələr daha çox yaşasın və onun üçün bu kokteyldən istifadə eləmək məsləhətdir. Soruşsanız neçə dəfə olur bu? Birincisi dozadan asılıdır, insanın həyat tərzindən asılıdır, vəziyyətindən asılıdır. Çünki var ki, işləyən insanlardır, daimi stressdə olan insanlar. Biz hətta araşdırırıq, nə işlə məşğulsan? Oturaq işdimi? Stress dərəcəsini belə deyək də ölçmək üçün. Və biz görürük ki, bu insanın misal üçün ildə 2 dəfə, 3 dəfə bu kursdan keçmək lazımdır, NAD kursdan. Amma elə insan olur ki, həyat tərzi çox rahatdır, işi belə stresli deyil. Adətən işləməyən insanlarda belə bir hal olur. O zaman bu tipli insanlarda biz o ildə 1 dəfə, 2 dəfə də istifadə edə bilərik. Çünki belə təbii proses də var, hansı ki stressdən də asılı olmaya bilər. Və NAD Plus-dən də çox vacibdir ki, sən dəqiq dozanı hesablayasan bu insana. Hansı doza ilə bunu istifadə eləyəsən. Başlanğıc kiçik doza ilə olur, sonra ortaya qalxırıq, sonra daha yüksək dozadan istifadə eləyirik ki, bu mərhələli olanda faydası daha çox, daha yaxşı olur. NAD Plus, yəni və ya NMN belə BAT kimi qəbul eləyəndə son dövrlərin belə bir dəbidir də. Və bununla bağlı 2 belə yol var. Bir deyirlər ki, bu indiyənə qədər yox idi. Niyə bu təzəliklə tapılıb? Digərləri deyirlər ki, indiyənə qədər var idi, sadəcə massada deyildi də. Daha çox varlı insanlar bunu öz həyatlarını uzatmaq üçün istifadə edirlər. Bu NAD Plus niyə görə son dövrlər dəbə mindi? Doğrudan da məlum deyildi bu elmə, yoxsa? Baxın, bu tədqiqatlardan asılı idi. Hər bir yenilik, misal üçün siz bəlkə də eşitmisiniz ki, hansısa dərman çıxır, tutaq ki, baş ağrı dərmanıdır. Bu əslində bu 10 il bundan öncə yaranıb bu formula. Sadəcə tədqiqatlar keçir birinci, sonra laboratoriyada onu keçirdi, sonra heyvanların üstündə keçirdilər. Bu hamısı 1 il, 2 il, 3 il vaxt alır, hər bir mərhələ, ümumilikdə yox. Və sonuçda insanların üstündə tədqiqat keçirədilər. Bunu artıq təsdiqləyirlər ki, bu filan xəstəliklərdə, filan çatışmamazlıqlarda istifadə oluna bilən bir dərmandır. NAD Plus o da onun kimi tədqiqatlardan keçib, nikotinamid. Və ondan sonra biz təsdiqlədilər ki, bu necə çalışır və hansı hüceyrədə hansı dəstəyi yarada bilər. İlk öncədən Koreyada və Amerikada yaranıb, ona görə ən güclü preparatlar elə tərkibi ən yaxşısı olan elə o ölkələrdən gəlir. Ondan sonra başqa ölkələrdən başladı belə deyək də oxşar kopyaları yaratmaq. Amma çox vacibdir ki, hansı xam maddədən o düzəlir, hansı ölkədən gəlir. Çünki hal-hazırda bazarda yetərli qədər IV terapiya üçün dərmanlar satılır. Belə deyək də, qatqılar, əlavə maddələr. NAD Plus onun kimidir. Mütləq baxmaq lazımdır ki, bu hansı ölkədə istehsal olunur. Siz hansı ölkədə çox istifadə edirsiniz? Biz daha çox Amerika və Koreya. Çünki elə orada, belə sözünüzdə kəsirəm, orada daha çox tədqiqatlar keçir həmin bu preparatlarla bağlı. Bəzi ölkələrdə imkan olmur heç o tədqiqatları maddi tərəfdən keçirsinlər. Onlara investor dəstəyi olmur və s. Burada isə Koreyanı tim bolya bilirsiniz ki, Koreyada çox belə deyək də kosmetik tərəfdən, bu anti-age, longevity tərəfdən belə qabağa gediblər. Hətta Amerikada niyə o qədər də qabağa getmirlər? Çünki orada müəyyən hüquqi prosedurlar çoxdur. Bəli, onlar müəyyən şeyləri keçirdə bilmirlər. Amma Koreyada bu daha rahatdır. Hətta bəzi Amerika firmaları Koreyada öz belə deyək də tədqiqatları oradan keçirdir ki, oradan nəticə alsın və artıq öz dərmanı başlasın istehsal eləməyə. Doktor, bizim bu sənaye inqilabından sonra çox belə gözlənilən idi. Əslində insanın bu qədər özünə fokus olmağı. Biz mənəvi olaraq meditasiyalara, yoqalara, nə bilim, müxtəlif daxili dünyalara və s. fokus oluruq. Bir də indi bunun başlayıb bədəni.
burada da bəzən bu türklərdə biraz kobud söz olsa da at izi it izinə qarışır. Adam başa düşmür ki, hansı hansıdır. O söz bizdə də var. Bizdə türküyü də amma. Və məsələn wellness-dən danışılır, longevity danışılır, çox danışılır. Hubermanın podkastı ən çox dinlənilən dünyadakı 3 podkastdan biridir. Bu terapiyaya bu nöqtədən baxsaq, bunun elmi əsası var, yoxsa bu trenddir? Mən belə deyim də, yəni trendə düşüb bu hal-hazırda, amma elmi əsası da var. Elmi əsası dediyim kimi, yəni bunu həkim tərəfdən təyin olunanda, öncədən anamnez toplanılandan sonra, müəyyən bir check-up keçəndən sonra biz bunu çatışmamazlıqları görürüksə, ona əsasən təyin edirik bu IV terapiyanı. Və belə deyək də, belə bir universal formula yoxdur ki, bundan istifadə elə hər şey yaxşı olacaq. Ona görə düzdür, trendə qayıdarkən indi NID söhbəti də elədik. Eşitmisiniz ki, misal üçün Justin Bieber, Hailey Bieber Amerikada konsertlərdən öncə bu NID Plus-dan və yaxud da sonra reabilitasiya üçün NID Plus-dan istifadə edirdi ki, daha gümrah olsunlar, güc yaransın. Çünki oralar turlar 10-15-20 şəhərdə keçir və ona əlbəttə ki, güc lazımdır. Onlar istifadə eləyirdilər bundan deyə mən düşünürəm ki, o tərəfdən, o ölkələrdən gəldi bu trend kimi. Amma öncədən biz IV terapiya adlandırmırdıq trend üçün. Yenə də bu terapiyanı eləyirdik. Damar daxili terapiyanın üsullarını istifadə eləyirdik. Sistem yazırlar, yəni poliklinika gedəndə sistem yazırlar. Daimi var idi bizdə. Sadəcə bu trendlə üst-üstə düşüb deyə və plus Covid dalğası keçəndən sonra daha çox da istifadə olunub. Biz həmçinin düşündük ki, nəyə görə insanlar bunu bilmədən nə lazımdır istifadə eləsin. Daha yaxşı olar ki, biz insanları yoxlayaq və bilək ki, bunun çatışmamazlığı nədədir və buna nə dəstək olar. Yəni, profilaktik vacib. Bəli. Amma profilaktik tərəfdən də vermək olar müəyyən preparatları, vitamin tərkibli məsəl üçün, hansı ki, bu insana dəstək olacaq. Yenə də biz dəyərləndiririk vəziyyəti, insanı danışdırırıq, anamnez toplayırıq ki, bunun xroniki xəstəliklər varmı, onkologiya meyilliyi varmı, hansı maddələri istifadə eləmək bunda olar, amma hansını məsləhət deyil. Bəs badlar məsələsi, tutaq ki, mən müəyyən badlar qəbul edirəm də, tutaq ki, vitamin D qəbul edirəm, maqnezium sitrat qəbul edirəm, daha sonra 5-HTP-dir, L-tianindir, daha sonra L-tirazindir, inazitol var və s. və s. IV terapiya qəbul edən adamından bəs onun bad tərəfinə nəzarət eləyirsinizmi ki, məsələn, sən bunu qəbul edirsən, sən özün nə qəbul edirsən, badlar və bunu qəbul elə, bunu saxla. Bunu edirsinizmi? Yoxsa adam gedir sonra özü üçün 10.000 şərti vahid D3, K2 qəbul edeyim, əlavə yaxşı olar, pis olmaz. Baxın, biz bu yanaşmanın tərəfdarıyıq ki, IV terapiya effekti daha tez hiss eləmək üçündür. Bu, belə deyək də, wellness tərəfdən yanaşırsınızsa. Onun üçün IV terapiya keçirdəndən sonra biz deyirik ki, bu effekti uzatmaq üçün, yəni sırf emergency tərəfi olmasın da, effektli olsun, uzun müddətli olsun, uzatmaq üçün siz bu əlavə vitaminlərdən və yaxud da mikroelementlərdən istifadə eləsəniz, sizə daha faydalı olar. Və misal üçün, bu həmin IV terapiyanın 5 seansı, 5 ay, 6 ay sizə belə deyək də, effekt verici, dəstək olacaq. Amma yanaşı olaraq o vitaminlərdən də istifadə eləsəniz, əlbəttə ki, effekti daha uzun olacaq. Ümumiyyətlə, deyə bilərəm ki, insanların çoxsuna, hətta 80% Azərbaycanda bizim daxili tədqiqatlara görə, çünki biz laboratoriya nəticələri dəyərləndirir və görürük ki, 80% insanlarda D vitamin çatışmamazlığı var. Baxmayaraq ki, bizdə günəşli günlərin sayı olan çox ölkədir. Bəli, bizdə günəşli ölkədir. Məndə amma 7 deyə D vitamini. O çox aşağıdır. Yoxdur vitamin. Ciddi defisitdir. Çox ciddi. Və biz günəşli ölkədə yaşayırıq, amma necə? Biz səhər gedirik, gün çıxanda işə, giririk ofisə və gün batanda ofisdən çıxırıq. Yəni, nə olsun ki, biz günəşli ölkədə yaşayırıq. Amma rayonlarda bu dəyişir də, kənd təsərrüfatında. Rayonlarda dəyişir. Hətta bizim xaricdə yaşayan müəyyən
pasientlərimiz var. Məsəl üçün Balidən bir pasientim var. Gəlib yoxlamışam ki, D vitamini 72. Halbuki o D vitamini heç vaxt qəbul eləməyib, amma o IT işinə məşğuldur deyə bütün günü açıq kafelərdə oturur, işini görür, plyajda həyat tərzini keçirdir və yəni ona çox rahatdır belə işləmək. Və onun üçün ehtiyac yoxdur əlbəttə ki, D vitamini qəbul eləmək. Doktor, biz indi əlavə etməkdən danışırıq da, məsələn, D vitaminin aşağıdır, yüklənsin. Bəs olanları, ziyanlıları necə çıxartmaq? Detoksla bağlı məsələn, IV terapiya qəbul etmək olurmu? Axı bir də biz sağlam həyat sürməyəndə bir bədənə bir zirzibildə yığılır da. Bunun detoks tərəfi varmı? Detoks tərəfi çox istifadə edir. Əsasən olur ki, insanlar məsəl üçün yeyib içən adamlar da belə deyək. Hansı ki, içki də istifadə edir, yağlı yeməklər də yeyir və biz görürük ki, bu çox yüklü gəlir. Onda biz öncədən hansısa terapiya növünü istifadə etmədən öncə biz məsləhət görürük ki, bir detoks eləyək. Bir qanı belə deyək, loru dilində qanı təmizləyək. IV terapiya ilə birlikdə detoks elətdirirsiniz, yoxsa o ayrıca detoks edir ki, IV terapiyaya hazırlansın? Detoks da IV terapiyanın bir növüdür. Yəni öncədən onu keçirdirik. 1-2 seans heç olmasa olsun. Ondan sonra artıq sağlamlıq üçün IV terapiyalardan istifadə edirik. Doktor, hansı müddətə təsiri bəs görmək olur? Məsələn, mən tutaq ki, gəldim detoksa, özümü yüklü hiss edirəm, narahat hiss edirəm ki, doğrudan da bu belədir. Mən hansı müddətdən sonra onun təsirini hiss eləyəcəm? Artıq 2-ci, 3-cü seansdan sonra, yəni də növündən asılıdır, siz təsirini hiss eləyirsiniz. Adətən belə olur. Çünki vena daxili olanda dediyim kimi bu tabletka uzun çəkir. Biz o üçün dəmir preparat tabletkada yazırıq. İnsan dəmirin səviyyəsini qaldırmaq üçün qanda gərək bir 2-3 ay ondan istifadə eləsin. Amma damar daxili cəmi 2 seansa biz tam insan bunu dərhal hiss eləyir və 2-3 ay gözləməyə ehtiyac olmur artıq. Bəs azon, belə bir azonoterapiya deyilən bir şey var. Azərbaycanda təxmini mənim yaddaşımda bir 10 ildir belə bir şey var. Hətta azon kameraları var. Girirsən, azondan nəfəs alırsan. Belə bir hətta reklamlar da var idi. İndi də qanın azonlaşdırılması falan var da. Bəli. Bu nədir? Və bunu etmək lazımdırmı və bunu hamı mı etməlidir? Azonoterapiya yox, hamı edə bilməz. Onun da müəyyən qadağaları var. Məsəl üçün müəyyən xroniki xəstəliklər var, hansında ki, birbaşa damar daxili azonoterapiya biz istifadə eləmirik. O dediyiniz kameralar, bəli, o daha belə deyək də rahat üsuldur, amma onun damar daxili dərəcədə faydasını görmək olmur. Kameralar daha faydalıdır, o bara oksigenasiya kameraları. Orada azon yox, ümumiyyətlə o oksigeni hüceyrələrə belə deyək də keçirtmək üçün. Ronaldo gedir. Bəli. Misal üçün futbolçularda çox istifadə olunur. Hətta misal üçün Türkiyə komandalarında onlarda bara kameralar var. Elə sport komplekslərində, bazalarında keçirlər ora bir dəfəlik 14 nəfərə kimi keçə bilər. Keçirlər və daha tez bərpa olurlar. Travmadan sonra daha tez sağalırlar. Yəni belə azonoterapiya növlərini, bu bara kamera növlərinə oksigen terapiyadır bu. Bəs azon nə üçündür? Azonoterapiya belə deyək də hüceyrələri daha tez bərpa eləmək üçündür. O3 vəziyyətində daha yaxşı hüceyrəyə keçir oksigen, nəinki sırf oksigen O2 vəziyyətində. Ona görə ciddi bir xəstəliklər yoxdursa insanda azonoterapiyanın faydası çox ola bilər. Və azonoterapiya əlbəttə ki, bir seansla bu düzəlmir. 3-5 seans lazımdır ki, heç olmasa faydası olsun insana. Bir fikri bir neçə dəfə söhbətgahda səsləndirmişdim. Bu Yapon həkimləri ya da nə bilim Finlandiyadakı həkimlər çox güclüdülər məsələsinə bir dəfə yanaşma eşitmişdim. Çox xoşuma gəlmişdi ki, orada xəstələr də güclüdür. Çünki xəstə əvvəlcədən gedir yoxlanışa, amma bizdə xərçəng bütün bədəninə yayılandan sonra çıxır gedir həkim yanına. Yəni biz ən son sərhəddə artıq həkimi
yanına getməyi özümüzə doğru bilirik. Bıçaq sümüyə dirənəndir. IV terapiyanı mənə lazım olub olmadığını, hansı duyğularda, bədənimdəki hansı işarələrdən bilməliyəm. Məsələn dedi saç tökülməsi. Məsələn bura üzümün ağappaq olması da mı daxildir, ya özümü halsız hiss etməyim mi daxildir? Hər halsız hiss edən IV terapiyaya mı gəlməlidir? Yəni spesifik hansı şeyləri, o triggerləri deyə bilərsiniz ki, bizi bura sövq etməlidir ki, gələk terapiyaya? Baxın, IV terapiya bəli, dediyim kimi bu halsızlıq zəifliyi insanlarda olanda enerji itkisi, yəni belə deyək də ümumiyyətlə yaşamağa o qədər də istəyi olmayanda artıq ki, hər şeydən məyus olur, stres həyatı yaşayan insanlar üçün çox faydalıdır. Yenə də vurğulayım, mədə-bağırsaq problemləri olan insan, hansı ki, bu D vitamini kapsulada belə içsə, amma qanda yoxlayır ki, o qalxmır heç cürə. Və yaxud da dəmir preparatları belə içsə, bu halda IV terapiya məsləhətdir. Və profilaktik olaraq bəzi misal üçün siz bilirsiniz ki, indi xəstəlik sezonu gəlir. Tutaq ki, dekabr, yanvar aylarında marta qədər bu xəstəliklər çoxalır. İmmuniteti gücləndirmək üçün bu vitaminlərdən daha belə deyək də effektiv yaxşı effekt almaq üçün damar daxili terapiyadan istifadə etmək məsləhətdir ki, bəs yaş var burada? Yaş aralığı əlbəttə ki, uşaqlara biz bunu tövsiyə eləmirik. Hansı yaşdan məsələn sonra? Adətən 18 yaşdan sonra. Bəs məsələn o xəstəlik dediniz, yəqin ki, biraz yaşı ötmüş adamlar üçün qrip biraz təhlükəli olur da, onların almağı çox daha faydalı ola bilər, çox güman. Bəli, yaşlı adamlara da faydalı ola bilər. Yenə də biz onların vəziyyətini dəyərləndiririk. Çünki yaş artdıqca insanların daha çox xəstəlikləri yanaşı olaraq əmələ gələ bilər və bəzi insanlar artıq daimi müəyyən preparatlar qəbul edirlər, misal üçün qan qatlaşmasına görə və s. Onu da nəzərə almaq lazımdır ki, müəyyən maddələr ona təsir eləyə bilər. O dərmanın effektini ya azalda bilər, ya artıra bilər. Onun üçün fikir vermək lazımdır ki, hansı dərmanlardan istifadə eləmək olar bu insanlara. Beynə təsiri var. Beyinə təsiri var. Yəni elə IV terapiya var. Məsəl üçün tərkibində sitikolin olanda, hətta bu yaşlı insanlarda yaddaş zəifləyəndə ondan istifadə edirlər ki, bu yaddaş zəifləməsi inkişaf eləməsin. Yəni və insanda o qədər də belə deyək də inkişaf eləməyəndə bu proses artıq məsəl üçün 70 yaşda yox, 80 yaşa uzanılır. 80-dən 90 yaşa uzanılır. Mütəmadi olaraq bu üsuldan istifadə eləyəndə. Bəs ChatGPT, deməli ChatGPT-nin yeni versiyasında həm də onun həkim modeli var. Elə bir ki, həkim kimi seçirsən özünə və belə deyəcək, məsələn, ixtisaslı olsa yaxşıdır. Yəni süni intellekt bir ixtisaslı həkimə çevrilə bilər də. Çünki dünyanın bütün Lancet jurnalından tutmuş hər bir şeyinə qədər, araşdırmalarına qədər məlumatlarını var, datası var. Daha tez məlumatları toplaya bilir. O araşdırmanı bir insan oxuyub, özündə bunu əxz edənə qədər onu daha tez bir zamanda tətbiq edir və yükləyirsən analizləri ora, öz haqqında məlumatını verirsən və deyirsən məndə bu hallar var. Tap görüb məndə nə var? O sənə terapiya təyin edir və evə gəlib sistemdə qoyur. Evə gəlsin. Və sonra da suğra xala edirsən ki, ay suğra xala, bunu al gəl mənə sistem elə də. Buna münasibətiniz necədir? Yəni süni intellektin belə bir sürətlə inteqrasiya olunub artıq həkim məsləhətləri verməsinə belə. Bilirsiniz, mən bunu özüm dəfələrlə yoxlamışam. ChatGPT-dən həkimlər də çox istifadə edir. Nəyə görə? Misal üçün hansısa belə deyək, təhqiqatlara baxmaq üçün, ümumiyyətlə onları araşdırmaq üçün artıq Google-da oturub saatlarla axtarmırsan ki, bunun harda var bu təhqiqat və s. ChatGPT daha tez onu bizə dəstək olur. Mən bunu da yoxlamışam ki, bu filan maddələri istifadə eləmək istəyirəm. O tutaq ki, ayrıca olaraq satışda yoxdur, qarışıq versiyaları var. Bunlardan necə mən istifadə eləyə bilərəm? Bir dənə mənə bir plan
yarat. Planı yaradanda baxıram ki, bəzi maddələri o təklif eləyir qarışdırmağa, hansı ki, ümumiyyətlə qarışdırsan o çöküntü verə bilər və yaxud da reaksiya verə bilər insanda. Təzədən ona sual edirəm, axı bu qarışsa bu çöküntü verir. O mənə yazır. Hə, düz deyirsən. Yəni belə Sənin üçün yeni bir plan ola bilər. Sən üçün yeni bir plan tərtib etməyimi istəyərsən. Həyat əlamətləri görünür. Ya da yazır ki, mən elədim, məndə olmadı. Ona görə Hə, düz deyirsən, bunu eləsən, sən yaxşı olar ki, belə eləsən daha yaxşı olar. Onda təzədən sual versən ki, bəs mən bunu artıq eləmişəm insana. İndi bunu nə etmək lazımdır? Yəni bunu eləmək üçün artıq şok əleyhinə dərman istifadə elə, yəni bundan istifadə elə. Amma ən yaxşısı olar ki, belə loru dilinə də 102-yə zəng elə. Onlar da gəlsin, birdən nəsə problem yaranar. Çünki gözlənilir bu. ChatGPT ümumiyyətlə, bilmirəm, yəqin ki, siz də eşitmisiniz, artıq Amerikada istəyirlər ki, məhdudlaşdırsınlar həkim tövsiyələri. Həkim, necə misal üçün, mən bu dərmanı içirəm, ya və yaxud da məndə bu hallar var, nə içim ki, bu düzəlsin, tutaq. Və yaxud da analizləri yüklüyür PDF formatda, buna bir dənə dəyərləndir, mənə müalicə yaz. Artıq orada o qədər səhvlər olur ki, çünki ChatGPT sizi görmədən bunu yazır sizə. Bilmir ki, siz anamnız necədir, öncədən nə qəbul eləmisiniz, necə qəbul eləmisiniz, hansı növ xəstəliyə. Bunu belə yazsanız, onlar o ChatGPT yenə də səhv yola sizi yönləndirə bilər. Artıq həkimə gələndə biraz insan da deyir ki, bəs bunu mənə ChatGPT deyib. Sizin kimi insanlar çoxdur həqiqətən. Gəlirlər, deyirlər ki, mən ChatGPT-dən oxudum, mən check-up elədim, bax, mənə bunu yazdı, bunu mənə eləyin. Biz də deyirik, gözlə, bir də araşdıraq. Səndə bu var, deyir, hə, var. Bu artıq sizə olmaz qəbul eləmək. Amma bunlar misal üçün yazıb, içərisində nəsə doğrusu da olur. Əlbəttə ki, hamısı səhv olur. Amma orada promptdan da çox şey asılıdır da. Məsələn, sən nə qədər səmimisən, tutaq ki, məsələn, məşq proqramım var və mən bir məşq proqramını mənə ChatGPT yazıb. Amma mən ona hər şeyimi demişəm. Yəni, mənim son 5 ildəki analizlərim, qolumda olan ağrılarım, qəbul etdiyim vitaminlər, səhər sitrulen malat qəbul edirəm, axşam bunu qəbul edirəm, dozam budur, hamısına qədər yazanda verdiyim məşq proqramını, yəni məşq elədikcə də görürəm ki, dəyişilindən də görürəm ki, o yox, yəni faydası var. Okay? Yəni bir məşqçi deyil. Yəni məşqçi daha çox görür ki, sən belini nə qədər əyri tutmusan. O bilmir məsələn, mənə əgər o deyirsə ki, sən squat'ı 40 kiloqramla elə, o bilmir axı, mən onu 80 və 90-dan eləyə bilərəm. Çünki məni görmür və gücümə bələd deyil. O sadəcə ən aşağı minimumdan deyir ki, 40-la elə. Məsələn, sən 40-la eləsən, o squat'da sən nəticəni görməyəcəksən, çünki sən daha ağır çəkini qaldıra bilirsənsə, o sənə çox yüngül gəlir də. Bu rəqəm məsələsini çıxıram, amma ümumilikdə promptu düz yazanda baxırsan ki, reaksiyası da, yəni daha doğrusu etdiyi proqram da həqiqətə çox yaxın olur. Demirəm tam həqiqətdir, mütləq həqiqətdirmi? Yox, çünki həqiqətən də həkimin içəri girəndə sadəcə sizin gözünüzün altına baxmağı sizin haqqınızda məlumat verir. Ayağınızı atmağınızdan bilir. O sualı verəcəkdim. Bu qədər adam xəstə görəndən sonra insanların üzünə baxmadan, yəni daha doğrusu analizinə baxmadan, üzünə baxanda gözün içindən, üzdən təxmini deyə bilirsiniz bu xəstədir ya yox? Təxmini deyə bilərəm. Hətta deyə bilərəm ki, təxmini hansı diaqnoz bunda ola bilər. Yəni artıq illərlə təcrübə yaranır ki, biz onu müəyyən, onu deyirlər habitus da, yəni insan gözündən, üzündən, oturuşundan, məcburi oturmaq vəziyyətindən asılıdır ki, yəni onun hansı növ xəstəlikləri ehtimal var ki, ola bilər. Hətta bəzi keçmişdə bizi Tibb Universitetində danışmışdılar ki, bir professor var idi, Botkin. Onun otağı var idi və otağı belə uzun idi. Onun stoluna çatmaq üçün pasiyent təxmini bir 15 metr addım etməli idi ki, onun stoluna. O gələnə kimi o baxırdı ki, bunun hansı növ xəstəliklər ola bilər və dəqiq diaqnoz da qoyurdu. Hətta insan hələ əyləşməyib stola.
Yəni bu təcrübə ilə gəlir əlbəttə ki, yəni deyim ki, tibb universitetindən çıxandan sonra sразу belə bir insanlar diaqnoz qoya bilsin və hansısa kitabda o yazılır. Börək. Yoxdur. Amma bu chat GPT-yə qaydanda onu demək istəyərdim ki, məsəl üçün məşqdə hansısa bir dəyişiklik eləsə, o sizə o qədər zərər vurmaz. Bəli. Düzdür, inkişafını görməyə bilərsiniz. Amma burada siz həkim olmadan bilə bilmərsiniz ki, bu sizə düzgün tövsiyə eləyib və yaxud da burada nəsə səhvdir. Dediyim kimi, məsəl üçün, onu yazdım ki, bəs bunu qarışdırsam belə olar. O da dedi ki, düz deyirsən. Amma siz onu, o sual verə biləcəksinizmi o ChatGPT-yə? Yəqin ki, yox. Çünki artıq orada artıq başqa dəqiq bilgilər gəlir. Bəli, bəli. Doktor, ümumi endokrinoloji məsələlərə qayıtsaq. Hal-hazırda Turalın da vaxtı ilə istifadə etdiyi arıqlama dərmanları, preparatlar, iynələr yenidən gündəmdədir. Bunun faydası varmı? İnsan iynə ilə arıqlaya bilər. Mən iynə istifadə edirəm. Sən dərman istifadə edirdin. Şokolad diyeti, alma diyeti. Təxminən 10 il bundan qabaq çəkimdən narazı idim və ona görə nə varsa, o vaxt süni intellekt falan yox idi də. Nə qarşıma çıxırdı. Bir də nəsə vardı, onu mən də ondan almışam. Paketlər nə idi? Mən bir dəfəsə sifariş vermişdim. Forever. Nəsə gəldi, səhər bunu iç, gün orta. Forever Life-ın o da qida əlavələri idi. Nə aloe soku, nə bilim falan. Nə belə gişi şeylər eləmişik. Onu bundan qabaq. İndi eləmirəm. O arıqlama iynələrdən. Arıqlama iynələr faydası var. Nə zaman biz insanlarda məsləhət görə bilərik? Adətən GLP-1 qruplardan son vaxtlar daha da dəbdə, məsəl üçün eşitmisiniz kommersiyalar, Ozempic, Mounjaro. Hal-hazırda xəbərlərdə və yaxud da sosial mediada bu çox müzakirə olunur son. Amma Ozempicin səhv etmirəmsə effekti vardı. Yəni görünən effekti var. Hər görünməyəni bilmirəm. Hər ikisi. Bir də ümumi belə haşiyə çıxım, effekt müzakirə olunmasının səbəbi odur ki, orada bir patent müddəti var idi. Ancaq bir şirkət o məhsuldan istifadə edə bilirdi. Hal-hazırda həmin patent müddəti bitir 2026-nın iyununda. Və istənilən şirkət artıq həmin üsuldan götürüb istifadə. Yəni bunun sürətlə yayılma ehtimalı var və çox müzakirə olunur. Olarmı ondan istifadə etmək? Baxın, əlbəttə ki, mən gedim onu aptekdən alım, istifadə eləyim, o məsləhət deyil. Yəni öz başına bunu istifadə eləmək. Sırf biraz çəkim artıqdır və yaxud da fazla çəkim artıqdır, ondan istifadə eləyim. Bunun müəyyən göstəriciləri var. Ümumiyyətlə bu dərmanlar öncədən şəkərli diabet insanlar üçün istehsal olunurdu. Yəni indi də hətta göstəricilərdə Ozempicdə oxusanız, orada arıqlamağa görə heç bir tövsiyə yoxdur. Yəni tövsiyələrin arasında şəkərli diabetin, şəkərin kompensasiya eləmək üçün istifadə olunur. Çünki çəki azaldıqca insanın şəkəri daha rahat sala bilir aşağı. Həmin o yanaşı olan dərmanlarla. İnsulin rezistentliyi olan insanlarda kimdə çəki artıqdır, o dərmanlardan istifadə edirdilər. Ona görə öncədən bunun tövsiyəsi həm Mounjaroda, həm Ozempicdə şəkərli diabetin insanlar üçün çəkini azaltmaqdır və çəki azaltdıqca daha yaxşı nəticələr almaqdır. Ondan sonra yanaşı olaraq gördülər ki, bunun effekti var ki, çəkini salırsa, amma şəkəri normadan artıq salmırsa və hipoglikemiya vəziyyəti yaranmır deyə, gəlin bunu sırf arıqlamaq üçün istifadə eləyək. Viagra kimi də. Əvvəl ürək-damar xəstəlikləri üçündür, sonra başqa şeyə keçdi. Bəli. Yəni başlayıblar o dərmanlardan arıqlamaq üçün istifadə etmək. Bəli, elə insanlar var ki, onun artıq çəkisi yanaşı olaraq başqa xəstəliklər də yaradır. Məsəl üçün çəkiyə görə artıq dizlərdə artroz yaranır və o insan o ağrıdan başlayır əziyyət çəkməyə. Bunun müalicəsi nədir? Ya sən endoprotez birazdan qoymalısan dizlərə, əsasda yaşlı adamlarda və yaxud da çəkini azaltmalısan. Mənim mamada bu oldu. Çəkini azaltmalısan, hansı üsulla? Bu diyetaya bu insanı sən öyrədə bilmirsən də, yəni öyrəşdirə bilmirsən ki, diyeta saxlasın. Yenə də istəyir nəsə açışdırsın və s. Ayrıca ona qazan açan olmayacaq evdə və s. Ona görə bu dərmanlardan başlayıblar bu insanlar üçün istifadə eləmək. Amma yenə də ona görə ki, başqa xəstəliklər yaranmasın.
bizdə də insanlar necə başlayıblar estetika görə bunu istifadə eləməyə. Mən görünüş yaxşı olsun deyə arıqlayım. Hətta arıq insanlar baxsan ki, bunun piylənməsi yoxdur. Artıq çəkisi yoxdur, amma dəbdə arıq olmaqdır da əsas da qadınlarda. O xanımlar da başlayıblar istifadə eləməyə bu dərmanlardan. Onun yan təsiri var. Yan təsiri əlbəttə ki var. Yəni siz bədəni bilmədən, misal üçün öd kisədə daşlar yarada bilər. Pankreatit, yəni mədaltı vəzin, iltihab prosesi yarada bilər. Pankreatit yarada bilər orada. Mütləq ki, bunu birinci yoxlamaq lazımdır. Sənə bu dərman uyğundur və yaxud da sənin başqa bəlkə təhlükəli vəziyyətin var, artıq orada öddə daşlar var. Onu da tərpətsin, gedib öd kisəsini əməliyyat eləməyə, məcbur olasın eləməyə. Bunun üçün misal üçün də tutaq ki, adamın neçənci qrup insulin rezidentliyi olmalıdır. Birinci mərhələdəmi, 2-dəmi, 3-dəmi ki, artıq bu onu istifadə edə bilsin və ya xolesterolu mu çox yuxarı olmalıdır? Yoxsa nədir ki, bu adama bu artıq göstəriş kimi göstərilə bilər ki, sən bunu istifadə edə bilərsən? Dediyim kimi, piylənmə olan insanlar üçün bunu istifadə eləmək olar. Hər piylənmə olarmı? Piylənmədə istifadə elə, amma yox, yanaşı biz yox. Bunun pankreatiti varsa, siz bundan istifadə eləsəniz daha da artıracaq bu kəskin vəziyyətə ki, xroniki olacaq kəskin və ağrılarla insan gedəcək, xəstəxanaya düşəcək. Mən bəlkə də eşitmişsiniz, Azərbaycanda bir neçə nəfər olub ki, artıq düzgün istifadə eləməyib, öz başına gedib alıb dərmanı içdib, qonşuya kömək edib, mən də bundan alım. Gedib vurub və pis vəziyyətə düşüb. Hətta mənim belə dostlardan bir yaxınım var, hansı ki, bu 4-5 il öncə bu Ozempic dəbə düşəndə qonşudan eşitib ki, bu yaxşıdır. Mənə zəng eləmədən gedib alıb o dərmanı ən yüksək dozada sırası 1 milliqramdan başlayıb. Bu dərmanlar bilirsiniz ki, mərhələli vurulmalıdır ki, bədən öyrəşsin öncədən. Sırası 1 milliqram vurub ki, effekti tez alacam. Və pis vəziyyətə düşüb reanimasiya aparıblar. Onu ki, toksikologiyada onu sistem vurublar və s. Xeyri olmur o sistemlərin. İnsanı bu vəziyyətdən çıxartmaq olmur dərhal. Yəni mütləq ki, bir 4-5 gün bu əziyyət çəkəcək. Çünki isxal olur, qaytarma olur, baş gicələnir, baş ağrıyır. Belə su da bir damcı da içə bilmirsən, qaytarırsan. Yəni düzgün dozada istifadə eləməyən. Arıqlayır amma pis. Arıqlayır amma onsuz da o dərmansız arıqlamalı. O nasıl öddidir? Mən müxtəlif müddətlərdə, müxtəlif ölkələrdə yaşamışam. Heç birinin ödündə problem yox idi. Azərbaycanda hər gün bu öd sözünü eşidirəm. Anamın ödü ağrıyır, atamın ödünü kəsiblər. Öd. Bizim ödümüzdə nə problem var? Bilirsiniz, bizim qidalanmada problem var. Yəni bizim mətbəximiz elədir, yağlı yeməklər çoxdur. Və insanların çoxusu suyu da az içir. Ona görə öddəki maye qatılaşır və orada birinci sludge'lar yaranır. Yəni bir-birinin üstünə gəlir bu qatqılar. Ondan sonra qatqılar başlayır bərkiməyə və daşlaşmağa. Amma insan normal maye içsə, maye kofedən və yaxud da çaydan söhbət getmir. Onlar ora daxil deyil. Sırf su, qazsız, qazlı fərq etməz. İnsanın hansı xoşuna gəlir. Mədədə problem yoxdursa, hər bir sudan istifadə edə bilər. Və o sudan heç olmasa 1 litr yarım qış aylarında, yay aylarında 2 litr yarım içsə, mən demirəm indi bəzi dəbdə deyə aşırı dərəcədə sular içilər məcburən. Yox, o sulardan içsə, kimsə xoşlamırsa içməyə mütləq bu misal üçün bir dilim limon ata bilər, nə bilim tərxun otu ata bilər içinə ki, dadı dəyişsin. Amma sudan mütləq içməlidir. Mən misal üçün özüm o qədər istəyim olmur suya və yaxud da gün ərzində o qədər iş olur ki, yaddan çıxır insan su içmə. Bir də ayılırsan ki, axşam mən bugün 1 stəkan su içmişəm cəmi. Kofe içmişəm öz yerində, çay içmişəm, amma sudan içməmişəm. Ona görə bir qrafinka daimi var stolun üstündə ki, mən bilirəm ki, bugün gündə bir qrafinka, 2 qrafinka su içməliyəm. Litr yarım, 2 litr su içməliyəm. O da gözün qabağında olduğu üçün adamın daimi yadına düşür. Doktor, bu daşı əritmək olmur. Mənim qaynanam mədəsinin yarısını kəsdirib arıqlamaq üçün ödün də götüzdürüb. Deyirəm, hissə aradan çıxırsan da, yəni içərdən başlayıb.
Bu ödü niyə kəsib çıxar? Bu daşı əritmək olmur şeydək, böyrəkdək kimi. Həm böyrəkdə, həm öd kisədə elə daşlar olur ki, yəni daşın strukturundan asılıdır ki, onu əritmək mümkün olmur artıq. Biz çalışmalıyıq ki, heç olmasa o daha da çox böyüməsin. Yəni əritmək o nadir hallarda olur. Həm böyrəkdə, həm öd kisədə. Düzdür, müəyyən dərmanlar var hansı ki, onu belə deyək də əritməyə çalışır. Amma deyim ki, 100% bu dərman kömək eləyəcək. Biz birinci onu etmədən öncə, təyin eləmədən öncə bilməliyik ki, bu hansı strukturda daş ola bilər. O, məsəl üçün böyrəkdə bu aksalatdır, yoxsa uratdır. Onun üçün fərqli dərmanlar gedir. Məsələn, mən aksalat üçün içirəmsə, daşım əriməyəcək, amma çünki mən gərək urat üçün içərdim. Onun üçün bu kimdə əməliyyat birinci dəfə olur. O daşı çıxardandan sonra mütləq analizə vermək lazımdır. Ki, laboratoriya baxsın, onun tərkibi nədir? Ki, sən biləsən ki, artıq mən birinci həmin o yeməklərdən istifadə eləməyim, hansının tərkibində və yaxud da içkilərdə o maddədən daha çoxdur ki, ona görə daş yaranır və yaxud da profilaktik olaraq bəzən məsəl üçün sodalı su içim ki, həmin bu aksalatlar məsəl üçün yaranmasın məndə. Və hətta onun bir tabletka var, belə şpuç tabletka. Atırsınız suyun içinə, profilaktik olaraq kimdə daş olub artıq çıxarılıb, ondan mütəmadi olaraq içmək lazımdır ki, yenidən yaranmasın. Amma dediyim kimi 100%lik bir metod yoxdur. Hər dəfə araşdırmaq lazımdır ki, bu insanda necə yaranıb, birinci dəfədir, ikinci dəfədir, bu daş UZI-də necə görünür, hətta UZI doktoru, radioloq da deyə bilər ki, bu hansı növ daşlara oxşuyur. Sonda sualın yoxdursa bir sual verim. Buyur. Doktor, 3 spesifik məsləhət versəz, daha sağlam olmaq üçün. Yuxu, alkoqol olmasın, su içəkdən daha çox da belə spesifik məsləhət versəz, nə verərsiniz 3 dənə məsləhət? Birinci çalışmaq lazımdır ki, stressdən kənarlaşmaq lazımdır. Yəni stress insanın həyatında ola bilər. Amma buna necə siz yanaşırsınız? O əlbəttə ki, insanın beynindədir və o yanaşmanı mütləq özündə belə deyək də mükəmməlləşdirmək lazımdır ki, stress sizə o qədər də təsir eləməsin. Çünki stress nəyə görə deyirlər, hətta loro dilində xəstəlik yaradıb məndə. Həqiqətən çox bir orqanlara təsir eləyir. Əsasən də endokrin orqanlar. Endokrinoloq kimi də deyə bilərəm ki, stressə əsasən çox bir xəstəliklər yaranır və yaxud da xroniki vəziyyətdə olan xəstəliklər kəskin formaya keçir. Ona görə mütləq ondan belə deyək də qaçmaq lazımdırmı və yaxud da insan məcburən stresli həyat yaşayırsa, işə görə məsəl üçün məcburdur o işi görsün. Bir doktordan dəstək almaq lazımdır. Məsəl üçün nevroloqlar müəyyən dərmanlar təyin eləyir və yaxud da yüngül, indi dəbdədir, siz də eşitmisiniz, aşvaqandır. Aşvaqanda, yüngül bu qida əlavələrdən istifadə eləmək olar ki, hansı ki bu stressə reaksiyanı azaldır insan. Patı. Məsələn, L-sionin çox belə yayğınlardan biridir. Misal üçün 5-HTP çox yayğındır ki, sakitləşdirən elə şeylər var ki, çox xırda şeylər reaksiya verirsənsə, deməli səndə hər şey belə ayaq üstədir. Onu biraz otusturmaq lazımdır. Bəli. Amma yenə də bu tutaq ki, bu aşvaqandanı daimi olaraq da qəbul eləmək məsləhət deyil. Siz bunu kursla içməlisiniz. Bəli. Tutaq ki, 3 ay içirsiniz, sonra 1-2 ay fasilə verirsiniz, sonra yəni bədəni tam bu maddələr daimi gəlir deyə öyrəşdirmək lazım deyil. Asıl saxlamamaq lazımdır. D vitamini misal üçün il boyu içirsə, amma yayda isti günlərdə bundan kənarlaşmaq olar, günəşdən almaq olar. Daimi biz ofisdə olmuruq ki, yəni bəzən çölə də çıxırıq, gəzirik, çimərliyə getmək olar mı? Çimərliyə gedirik. O şüa ilə, günəş şüası ilə düzgün vaxtlarda, məsəl üçün saat 11-ə kimi və yaxud da 4-dən sonra günəş şüası, günəş vannaları ala bilərik. 15 dəqiqə belə bəs olur ki, siz lazımlı dozanı qəbul eləyə biləsiniz gün ərzində. Çox sağ olun.
Siz Çox sağ olun olun. doktor gəldiyinizə görə minnətdarıq Mən təşəkkür və edirəm. ümid edirəm ki, izləyicilərimiz yenə də digər verilişlərimizə bu sağlamlıq mövzusunda baxıb nəticə çıxardığı kimi bu verilişdən də nəticə çıxardacaqlar. Özünüzü qoruyun, sağlam olun. Təşəkkür edirəm. Görüşərik. Qismət olsa.